Bax, Kompüter şəbəkələri. Kompüter şəbəkələri ümumiyyətlə şəbəkə nədir? Kompüterlərin bir-birindən birləşdirilməsi, yəni əlaqə vasitəsilə kompüterlərin bir-birindən birləşmə sxeminə şəbəkə deyirik. Kompüter şəbəkələrinin növləri lokal şəbəkə var. LAN deyirik. Local Area Network. Metropolitan Area Network, regional şəbəkə var. Qlobal şəbəkə var, Wide Area Network. Bir də transmilli şəbəkə deyirik. Bizə əsas lazım olan burdan lokaldır bugünkü mövzumuz. Bir də növbəti dərs olan qlobaldır, internetdir. Çünki regional şəbəkə metropoliten hər hansı bir şəhər və yaxud da metropoliten dediyimiz bir neçə şəhərin birləşməsidir. Bu çox da istifadə olunmur deyə onsuz da bu belə bir mövzu keçmirik. Keçdiyimiz lokaldır, bir də qlobaldır. Şəbəkə bildik ki, kompüterlərin bir-birindən birləşmə sxemidir. Sual verərsiniz ki, bəs məsələn qlobal şəbəkə varkən biz niyə lokal şəbəkəni istifadə eləyək ki? Çünki lokal şəbəkə yaxın məsafədəki kompüterlərin bir-birinə kabel vasitəsilə birləşdirilməsidir. Bunun da əsas məntiqi nədir gənclər? Lokal şəbəkənin bir neçə əsas üstün cəhəti var ya da fərqləndirici cəhəti deyirik. Ən vacib olan iki dənəsini vurğulayım ki, onsuz da bu hissəyə baxsaz burada qeyd eləmişik üstünlükləri. Ən vacib iki dənədir. Bir, lokal şəbəkə sürətlidir. İki, lokal şəbəkə təhlükəsizdir. Yəni ən çox lokalın istifadə olunma səbəbi budur. Yəni, məsələn, qlobal şəbəkədə internetlərimiz yəni internetdə məlumatlarımız oğurlana bilər, başqa şəxsin əlinə keçə bilər və s. Bir də internetin sürəti biraz daha az olur qlobal şəbəkədə. Amma lokal şəbəkə həm sürətli olur, həm də məlumat başqa şəxs tərəfindən oğurlana bilmir. Niyə? Çünki lokal kompüterlər bir-birinə kabellə birləşib. Ona görə lokal şəbəkə daha çox, belə deyək də, şirkətlər, müəssisə tərəfindən istifadə olunandır. Bəs onda qlobal niyə istifadə edirik desək? Çünki qlobal bəzi şeydə əvəzsizdir. Məsafə məhdudiyyəti yoxdur. Məsələn, mən bir ölkədən başqa ölkəyə götürüb kabel xətti çəkmərəm. Yəni həm də lokalın xərci çox olmuş olur. Çünki çəkdiyim kabellərə pul ödəmiş oluram. Nə qədər uzun olsa, o qədər çox xərcim olmuş olur. Amma qlobalda bir kabel yoxdur, peyk üzərindəndir. Burada bir xərcim də olmamış olur. Bu baxımdan da qlobalın öz üstünlükləri var, öz müsbət tərəfi, lokalın da öz müsbət tərəfi var. İndi lokal şəbəkədə ən vacib mənə lazım olan nədir? Bir, lokalın əsas avadanlıqları, bir də əlavə avadanlıqları. Bütün testlərdə bunun üzərindən düşür. Əsas avadanlıq nə deməkdir? Məsələn, mən LAN şəbəkəsi qurmaq istəyirəm, lokal şəbəkə. İndi tutaq qərar verdik ki, lokal şəbəkə qururuq. Mənə nə lazımdır? Yəni mütləq almalı olduğum nədir? Yəni olmazsa olmazım nədir? Bu əsas avadanlıq deyirik buna. 4 dənə əsas avadanlıq var. İşçi stansiya, server, kabel, interfeys kartları. Yəni aşağı çəkin, buralarda var. Və bu 4 dənə əsas avadanlıq. Yaxşı, soruşsaz ki, indi bu 4 dənə əsas avadanlığım var. Bunlar nədir? Mən bir şəbəkə qurmağa qərar verdimsə, birinci, məsələn, müəssisədə 20 nəfər işləyirik. Hamımızın bir kompüteri ya da bir kommunikatoru, planşeti, telefonu nəsə olmalıdır ki, mən şəbəkəyə girim. Bax, həmin o şeyə işçi stansiya deyirik. Şərti olaraq kompüter deyil. Bütün işçilərə kompüter alınmalıdır. Bu işçi stansiyadır. İndi 20 nəfərə kompüter aldıq. Bəs biz məlumatları harda saxlayacağıq? Hər hansı birimizin kompüterində, yoxsa ayrıca ondan ötürü bir sistem mi blok almalıyıq? Bax, o olur server. Yəni server məlumatın saxlandığı yerdir. Mənbədir, bazadır. Ya da belə düşünün, rəhbərin kompüteridir. Hamı məlumatı ona göndərir. Sonra mənə kompüterləri bir-birinə birləşdirmək üçün kabel lazımdır. Məlumat ötürmək üçün daha doğrusu belə deyək. Və də kompüterləri də kabelə qoşmaq üçün mənə adapterlər lazımdır, şəbəkə adapterləri. Bu da kompüteri kabelə qoşmaq üçündür. Deməli, məsələn, nümunə bir dənə şin topologiyası göstərim sizə. Bax, belə bir şəbəkə qurmaq üçün və yaxud da bir ulduz topologiyası göstərim. Birazdan bu topologiyaları deyəcəm. Mənə lazım olan hissələr. Bax, bu ulduzda mərkəzdə gördüyünüz bu dairə, bu serverdir. Məlumatı saxlayan yer. Bu kənarda gördüyünüz yumrular işçi stansiyadır. Yəni işçilərin kompüterləridir. Burada məsələn bu birisinin də şində, bu gördüyünüz uzun olan xətt olan, bu kabeldir.
kabel. Bu kompüterlə, bu kompüterlə, bu kabelin arasında gördüğünüz bu xətt ki var, bu düz xətt. Bu da kartdır. Ya da şəbəkə adaptörüdür. Bu da adaptördur. Elə bil necə ki, evdəki kompüterimizi toka taxırıq. Həmin hissədir. Deməli, 4 dənə əsas avadanlığımız var. İşlək stansiya, server, şəbəkə adaptörləri, bir də kabellər. İşlək stansiya ilə serverə də klient server texnologiyası deyirik. Belə bir anlayış var. Məlumatı ötürən tərəf serverdir, bəhrələnən tərəf işçi stansiyadır. Yəni işçi stansiya işçinin kompüteridir. Elə bir rəhbər məlumatı göndərir, işçilər də başlayır o məlumatın üstündə işləməyə. Yəni məlumatı saxladığımız yer serverdir, məlumatı işlədənlər, klient dediyimiz işçi stansiyalar ondan bəhrələnən tərəfdir, yəni istifadə edən tərəfdir. Bu belə. Sonra gəlirik burada kabellərimizin növlərinə. Kabellərin 3 dənə növü var. 1. Burulmuş cüt. UTP kabel deyirik buna. Bax, budur. 1. Koaksial kabel var. Televizorlarda fikir veribsə, arxasına qoşulan hissə televizorda. Bu koaksial kabeldir. Bir də fibr optik kabelimiz var. İnternetdə istifadə olunuruq. Bax, bu hissə. Bu fibr optik kabeldir. Bunun şəkilləri bizə lazımdırmı? Yox. Bir dənə burulmuş cütdən başqa. Niyə? Burulmuş cütdə belə bir sual verir ki, deyir burulmuş cüt neçə cüt naqildən, neçə tək naqildən ibarətdir? 4 dənə cüt naqil var. Fikir verin, bir-birinə birləşmiş. Baxın. Bu iki dənəsi bir-birinə belə hörüb sanki. 1, 2, 3, 4. 4 dənə cütdür. 8 dənə də tək naqildir. Yəni dənə-dənə saysa 8 naqildir. Amma 2-2 belə saysa 4 dənə cütdür. Bu da qəbul sualıdır. Bunu soruşub ki, deyir UTP-də neçə cüt naqil var? 4 dənə cütdür, 8 təkdir. Bu belə. Bir də bunların hər birinin 2 növü var. Burulmuş cütün 2 növü var deyirik. Ekranlaşmış, ekranlaşmamış. Koaksialın 2 növü var. Nazik, qalın. Yəni diametri 0,5-dirsə nazik deyirik, millimetrdirsə. Yox, əgər 1 millimetrdirsə ona qalın deyirik. Bir də optik liflidə də 2 dənədir. Bir moda, çox modal deyirik. Məsələn, çox moda biraz ucuz olana deyirik bu. Bir modalı, bir də çox modalı. Deməli, kabelimizin 3 növü var. Kabel nə idi ümumiyyətlə? Lokalın və burada əsas avadanlığı, yəni işlək stansiya, server, interfeys kartı, bir də kabel dedik. 4 dənə əsas avadanlıqları var. Kabelində özünün 3 növü oldu. Burulmuş cüt, fibr optik, bir də koaksial. Burulmuş cüt bölünür iki yerə, ekranlaşmış, ekranlaşmamış, koaksial nazik, qalın, optik liflidə bir moda, bir də çox modalı. Bu belə. İndi bu kabellər harda istifadə olunur? Dedik ki, kompüteri bu məlumatı ötürmək üçün istifadə edirik. Həmin bu məlumatı ötürmək üçün qurduğum şəbəkədə topologiya deyə bir anlayış var. Topologiya nədir? Kompüterlərin bir-birinə birləşmə sxemi. Yəni mən hansı formada birləşdirirəm bunları? Hamısını bir-birinə mi birləşdirirəm, yoxsa hamısını bir kabelə mi birləşdirirəm, yoxsa hamısını başqa bir kompüterə mi birləşdirirəm? Bu bir-birinə birləşmə sxemi topologiyadır. Topologiyanın da 2 növü var. Əsas, əlavə. Əsasın özünün də 3 növü var. Şin, ulduz, halqa əsasdır. Ağac və qarışıq əlavədir ki, bunun da şəkillərini yəni göstərir. Bu əlavələri deyəcəm. Mövzun ikinci ən əsas hissəsi budur. Bir əsasdır, bir də əlavə avadanlıqlardır. Bunlara qayıdacağam. Uşaqlar, bu kompüterlərin bir-birinə birləşmə sxeminə topologiya deyirik. Topologiyanın 2 növü var. 2 yerə bölürük. Əsas topologiyalar, bir də əlavə topologiyalar. Əlavə. Əsas topologiyanın 3 növü var. Şindir, ulduzdur, halqadır. Fərq nədədir? Şin odur ki, hamısı bir dənə rabitə xəttinə birləşir. Yəni, burada gördüyünüz şəkil, bu şin topologiyasıdır. Ulduz odur ki, hamısı bir mərkəzə birləşir. Yəni, hamısı bir mərkəzdəki kompüterə birləşir. Elə ulduza bənzədiyinə görə ulduz deyirik.
Halqa odur ki, bütün kompüterlər bir-birinə birləşir. Yəni hamısı belə bir dairə əmələ gətirirlər. Və bu da olur halqa topologiyası. Bu əsas topologiyalar, əlavələr də ağacla qarışıqdır. Ağac belə ağac şəklini xatırladır. Bax bir dənə əsas server olur. Buna qoşulan iki server, sonra da bu da çoxala-çoxala gedir. Ağac kimi belə arta-arta gedir, şaxələnir. Buna ağac deyirəm. Bir də qarışıq topologiya var. Qarışıq nədir? Məsələn, yuxarı tərəfi şindir, sonra bu biri tərəfdə ulduzdur. Bax belə birləşdirib. Yəni həm şini var, həm ulduzu var. Buna da artıq deyirik qarışıq topologiya. Qarışıq. Bax bu şəkil olaraq şin, bu ulduz, hamısı bir mərkəzə birləşir. Bu halqa, bu ağacvari, bax bu hissədəki ağac. Və bu da qarışıq. Fikir verin, burada bir dairə əmələ gətirib, burada bir ulduz var, burada da bir şin var. Bu belə. İndi gəlirik. Buradan testdən sual nə verər ki, bu iç hissəsində yazılanlar odur. Bunların üstün tərəfi nədir, mənfi tərəfləri nədir və s. O da əslində bir-iki dəfə oxusanız belə yadınızda da qalar, ya da məntiqlə də tutmaq olar. Bax, məsələn, bu şin topologiyasıdır. Burada da sağ tərəfdə çəkmişəm, gəlin bunun altında çəkim. Bax, bu ulduz olsun. Elə bunun üzərindən müqayisə edək. Bu da olsun halqa. İndi bunların üstün mənfi tərəfləri nə ola bilər? Bax, kişinin üstün tərəfi odur ki, mən yeni bir dənə kompüter qoşa bilərəm bura. Və yaxud da hansısa bir kompüter sıradan çıxarsa, bu şəbəkənin işinə təsir eləmir. Plus, bunun istifadə etdiyi bax bu kabel koaksial kabeldir. Koaksial. Bayaq dedik axı kabelin 3 növü var. Burulmuş cüt, koaksial, bir də fibr optik. Bunların içinin də ən ucuz kabeli koaksialdır. Çünki çox zərif strukturdur, tez sıradan çıxır. Deməli, bu işinin üstünlüyü mənim xərcim az çıxacaq. Çünki kabel koaksialdır. Hər hansı bir kompüterin sıradan çıxması şəbəkəyə təsir eləmir. Və yaxud da yeni kompüterlər əlavə edə bilirəm, nə qədər istəsəm. Bəs bunun mənfi tərəfi nədir? Bütün şəbəkənin işi bir dənə bu kabeldən asılı olmasıdır. Yəni mərkəzi bir kabeldəki, yəni bu koaksial kabeldə zərif olduğuna görə, yəni tez sıradan çıxdığına görə buradakı bir nasazlıq bütün şəbəkənin işini dayandırır. Bu da onun mənfi tərəfi. Fikir versəz, ulduzda da aşağı-yuxarı eyni şeydir. Ulduzda da yeni kompüterlər qoşula bilir. Hansısa kompüterin sıradan çıxmağı sıxıntı deyil. Amma mənfi tərəfi bütün şəbəkənin işi bir dənə mərkəzi bu ulduzdan asılı olmağıdır. Mərkəzi serverdən asılılıqda deyirik. Ona görə ulduzun mənfi tərəfi nədir desə, mərkəzi serverdəki nasazlıq bütün şəbəkənin işini dayandırır. Halqaya baxanda da artıq şinlə ulduza müsbət dediyim şey halqada mənfidir. Çünki halqada hamısı dairə olaraq bir-birinə qoşulur deyə hansısa bir kompüterin sıradan çıxması bütün şəbəkəni dayandırır. Çünki hamısı bir-birinə bağlıdır. Amma bunun üstün tərəfi nədir desəz, bunun üstün tərəfi qapalı rabitə xəttidir. Bir istiqamətlidir deyə burada konflikt yoxdur. Bu nə deməkdir? Deməli, hər bir kompüterə məlumatı ötürmək üçün müəyyən vaxt verilir. Ya da lor dildə deyib, baxın bu bir istiqamətdə məlumat ötürür. Yəni A B-yə ötürür, B C-yə ötürür, C D-yə ötürür, D də Y-yə ötürür. A ilə B eyni anda məlumat göndərə bilərlər. Çünki B məlumatı üzü bu tərəfə göndərir, A da üzü bu tərəfə, yəni ayrı-ayrı xəttlərdən istifadə edirlər. Amma indi eyni şeyə şində baxın. Şində hamısı məlumatı bu kabeldən ötürür deyə, məsələn bunu A, B, C deyə nömrələsən. Aşağını da tutaq D, Y, F deyə nömrələsən. Məsələn, düşünün A məlumatı C-yə göndərmək istəyir. F də məlumatı D-yə göndərmək istəyir. Hər ikisi bax, qırmızı ilə biraz göstərim. Elə bir A məlumatı düşünün göndərir belə, üzü bu istiqamətdə. F də göndərir üzü bu istiqamətdə. Burada bir toqquşma baş verir burada. Əgər məlumat eyni anda göndərilərsə.
Ona görə testlərdə görəcəksiniz qabağınıza çıxır ki, konflikt nədir? Konflikt iki kompüterin eyni anda məlumat göndərməsidir. Düzdür, bu sürətli də dəyişə bilər. Milyonda bir baş verən bir şeydir, amma baş verə bilir. Amma halqada hər bir kompüterin ayrıca vaxtı olur və dairə kimi ötürür. Belə bir sıxıntısı olmur. Yəni qısaca desək, Çində əlavə konteyner artırıla bilir. Konteyner sıradan çıxması şəbəkə təsir eləmir. Şəbəkə adapteri ucuzdur. Koaksial kabeli ucuzdur. Mənfi tərəfi koaksial kabel tez sıradan çıxır deyə hər şey mərkəzi kabeldən asılıdır. Bu onun mənfi tərəfidir. Ulduzda da yenə yeni konteyner əlavə oluna bilir. Konteyner sıradan çıxması sıxıntı deyil. Sıxıntı hamısının bir mərkəzi serverdən asıllığıdır. Halqada hansısa kompüter sıradan çıxırsa, bütün şəbəkənin işi dayanır. Halqanın üstün tərəflərindən biri istifadə olunan bu kabel dayanıqlı kabeldir. Çünki ya fiber optikdən istifadə eləyir, fiber optik, ya da burulmuş cütdən istifadə edir. Burulmuş cüt. Hər ikisi dayanıqlı kabellərdir. Bu da halqanın müsbət tərəfləri. Sonra bu topologiyalarda dedik, gəlirik lokalın əlavə avadanlıqlarına. Yəni bunlar olsa da olar, olmasa da olar. Bax bunları gəlin sizə bir dənə belə deyək, PDF üstündən bir şəkil çəkim, orada necə istifadə olunur onları göstərim. Elə daha yaxşı başa düşəsiz deyə. Deməli bir boş PDF açım. Bax gənclər, düşünün, mənim bir dənə şəbəkə qurmaq istəyirəm, lokal şəbəkə. Mənə lazım olan avadanlıqları indi qruplaşdırmalıyam. Deməli, mən gedirəm, şin topologiyası qurmaq istəyirəm. Mənə 50 metrlik kabel lazımdır. Satıcıdan soruşuram. Satıcı deyir ki, məndə 50 metrlik kabel yoxdur. Mən sizə 2 dənə 25 metrlik kabel verə bilərəm. Bax, həmin buna segment deyirik. Segment. Lokalın avadanlıqlarından bir dənəsi segmentdir. Bax, birincini getdi. Deməli, segment nədir? İki kompüter ya da iki kabel arasındakı parçadır. Yəni, ksokdur. Riyaziyyatda da segment bir parçaya deyirik. Mən segment aldımsa, avtomatik repeater almalıyam. Repeater nədir? Bu iki segmenti birləşdirən hissə repeaterdir. Repeater. Repeater'ımı da aldım. İndi bu segment kabeldir. Normalda segmentin ucunu bağlamaq üçün ya repeater qoyurlar, iki segmenti bir-birinə bağlayır. Repeaterin elə bir iki dənə giriş-çıxışı var. İki dənəsini bir-birinə birləşdirir deyə. Amma mən bu kabelin ucunu bağlamaq istəyirəm. Yəni xəttin sonunu qapatmaq istəyirəm. Bu qapatdığım şey terminatordur. Terminator. Bu xəttin ucunu qapatdığıma terminator deyirəm. Terminator. Deməli, üçüncü də oldu terminator. 13 dənə əlavə avadanlıqlar var. Belə nümunə kimi də göstərə-göstərə gedirəm ki, belə daha rahat başa düşəsiniz. Deməli, segment iki kompüter arasındakı parçadır. Repeater iki segmenti birləşdirəndir. Terminator xəttin sonunda enerji uduzsudur. Yəni xəttin sonunu kapadandır. Sonra gəlirik bizim UPS-miz var, fasiləsiz qida mənbəyi. Bu nədir? Kənarda bir yerdə quraşdırırıq. Belə kabel vasitəsilə də gəlib ümumi ana kabel ya da kompüterləri birləşdiririk. Yəni ki, müəssisədə işləyənləriniz görüb. UPS powerbank kimi bir şeydir. Bir aparatdır. Lap onun şəklini çəkib ataram sizə. Funksiyası nədir bilirsinizmi? İşıq keçərsə, kompüter avtomatik UPS rejiminə keçir. Yəni elə bir əlavə bir generatordur. Əlavə enerji ilə təmin edir. Bunun funksiyası odur ki, müəssisədə işıq sönəndə işçilərin kompüteri keçməsin. Müəyyən müddət 15 dəqiqə, 1 saat enerji ilə təmin eləyir bizi. Bax, UPS-nin funksiyası budur. Fasiləsiz qida mənbəyi, əlavə enerji mənbəyidir. Sonra gəlirik bizə connector deyə bir anlayış var. Connector. Bir də transceiver. Konnektor, transceiver. Bunlar nədə istifadə olunur? Əgər biz koaksial kabel alırıqsa, bu aldığımız koaksial kabeldir. Dedik ki, məsələn, buradan belə bu kompüter bura qoşulub, bu da bizim kompüterimizdir. Yəni işçi stansiyadır. Stansiya.
Bu da bizim şəbəkə adapterımızdır, yəni interfeys kartımızdır. Koaksial kabelin iki növü var. Nazik koaksial kabel var, bir də qalın koaksial kabel var. Əgər mən işçi stansiyanı bu qoşduğum kabel nazik koaksial kabeldirsə, mənə konnektor qalındısa transiver lazımdır. Deməli, deyirik ki, işçi stansiyanı, yəni bax tərif belə verir. İST-ni bu işçi stansiya deməkdir. Qalın koaksial kabelə qoşan qurğu nədir? Cavab transiver. Şəbəkə adapterimizi nazik kabelə qoşan nədir? Konnektor. Deməli, qalın görsəm transiver, nazik kabel görsəm konnektor. Bu 6 dənəsi getdi. Sonra gəlirik hub, bir də host. Bunlar nədir? Ulduz topologiyası bax, bu formada çəkdik. Bu ulduzumuzdur. Bu dedi işçi stansiyadır. İşçi stansiya. İndi ulduz topologiyasının iki növü var. Aktiv ulduz var, bir də pasiv ulduz var. Bu nədir? Əgər mərkəzdə duran bu server deyirik də, bunun adına server deyirik. Bu serverin dayandığı bir kompüterdirsə, bu aktiv ulduz sayılır. Aktiv ulduz. Əgər mərkəzdə duran kompüterdirsə. Yox, əgər ulduz topologiyasında mərkəzə qoşduğum kompüter deyilsə, o pasiv ulduzdur. Pasiv ulduz. Bəs pasiv ulduzda nə olur? Mərkəzdə hub və ya konsentrator deyirik digər adı. Hub və ya konsentrator. Deməli, hub nədir? Düyün nöqtələri boyunca kompüterləri bir-birinə birləşdirən qurğu. Yəni bir server. Deməli, mərkəzdə duran kompüterdirsə bu aktiv ulduzdur. Mərkəzdə duran hubdırsa bu pasiv ulduzdur. Hub nədir? Pasiv ulduzda mərkəzdə dayanan qurğu. Ya da düyün nöqtələri boyunca kompüterləri bir-birinə birləşdirən qurğu. Testdə ən çox belə verə bilər. Çox portlu olub kompüterləri bir-birinə birləşdirən qurğu. Niyə çox portlu? Çünki hamısı gəlir, burada bir dənə hava birləşir. Bu da olur hub. Host nədir? Host tərif olaraq deyirik ki, şəbəkədə olan TCP/IP protokolundan istifadə edən hər hansı bir kompüter. TCP/IP-nin nə demək olduğu növbəti dərsdədir. Protokoldur bu. İnternet mövzusunda. Sadəcə lori şəkildə deyim ki, aktiv işçi stansiya deməkdir. Yəni, məsələn, bu dedik ki, işçi stansiyalardır, İST-lərdir. Bizim 4 dənə işçi stansiyamız var. Yəni, 4 dənə işçimiz var. Bu birinci işçi bugün Vuxadnoydadır. İkinci işçi də ABD gedib. Hal-hazırda neçə nəfər onlayndır? 2 nəfər. Deməli, 2 dənə işçi stansiyamız var. Yəni, 2 dənə hostumuz var. İşçi stansiya ümumi kompüterlərin sayıdır. Host aktiv olanlardır. Elə bil ki, Facebookunuzda 50 dostunuz var. Bu 50 işçi stansiya deməkdir. 10 nəfər hal-hazırda aktivdirsə, onlayndırsa, bu 10 host deməkdir. Deməli, host nədir? Aktiv işçi stansiya deməkdir. Bu da gözəl. Bura qədər düşünürəm ki, bir çətin bir şey yoxdur. Sonra gəlir nəyə? Yerdə qalanların biraz tərifi sizə çətin kimi görünə bilər. Modemdir. İndi modemi keçmişik onsuz da. Switchdir. Bax, elə bil bu 13 dənəncə bilsəz təriflərini, ya da belə nəzəri olaraq başa düşdünüzsə, düşünürəm testdə də çözərsiniz. Bridge'dir. Bunca bilsəz dərsin yerdə qalan topologiyadır, protokollar hissəsidir. İndi protokol növbəti dərsdə keçəcəyik. Və yaxud da əlavə avadanlıqlardır, kabeldir. Onlar çox da çətin deyil. Routerdir. Bir də gateway'dir. Gateway. Gateway'də azərbaycanca şülüzdür. Bəzən şülüz düşür testdə. İndi bunlar nədir? Modem bilişsanınız analoq rəqəmsalı analoqa çevirən qurğudur. Yəni internetə girmək üçün tələb olunan qurğudur. Testdə ən çox telefon xətti sözü olur. Telefon xətti vasitəsilə internetə girişi təmin edən qurğu. Switch deyirik kommunikator.
veya keçirmə qurğusudur. Yəni switch bölünür öz əslində iki yerə. Bu bridge ilə router əslində switchin növləridir. Prosta ayrı-ayrı qeyd olunub deyə ayrı yazdıq. Bu bridge ilə routerin fərqi nədir? Tərif kimi yadda saxlasaq çox rahatdır. Müxtəlif topologiya eyni protokolu birləşdirən bridgedir. Müxtəlif, yazıram, müxtəlif topologiya müxtəlif protokol desə, müxtəlif protokol. O routerdir. Eləcə müxtəlif protokol desə, müxtəlif protokol. O da gateway-dir, şülüzdür. Desəz indi o nə olan şeydir? Ora yazdınız onları. Yəni praktik olan nədir? Və praktik olaraq belə izah edeyim. Məsələn, bir qarışıq şəbəkə çəkirəm. Qarışıq şəbəkə. Şimdi bir də gətirib bunu bağlamaq istəyirəm ulduz topologiyasına ya da halqa topologiyasına. Fərqi yox. İndi bunu ulduza birləşdirmək istəyirəm. Topologiyam fərqlidir. Yuxarı tərəf şindir, aşağı tərəf ulduzdur. İki fərqli topologiyanı birləşdirmək üçün ya bridge qoymalıyam ortada, bax, bunun bu hissəsinə, yəni kəsişmə nöqtəsinə, bax, burada. Ya bridge olmalıdır, bridge. Ya router olmalıdır. Hansı olduğunu hardan bilirəm? Çünki ikisi də müxtəlif topologiyadır. Əgər bunlar eyni protokoldan istifadə edirsə, bridge qoyuram. Çünki bridge müxtəlif topologiya eyni protokoldur. Əgər bunlar fərqli protokoldan istifadə edirsə, router qoyuram. Sual verərsiniz ki, bəs protokol nədir? Protokol kompüterlərin bir-biri ilə ünsiyyət dilidir. Yəni kompüterin əlaqə vasitəsidir. Sadə şəkildə deyim. Məsələn, elektron poçsun ötürülmə protokolu SMTP-dir. Elə bir daha biraz da lori bildiyiniz bir şey deyim. Məsələn, hamınız internetə girirsiniz. Yəqin ki, əksəriyyətiniz YouTube-a giribsiniz. YouTube-un saytı ham desəm adını deyər bu. Amma YouTube-un başlıq hissəsi indi internetdə deyəcək. Bundan əvvəl www var. Bundan da əvvəl HTTP yazır. HTTP 2.2-dən slash ya da buna security ilə S yazır. Həmin bu HTTP dediyimiz şey protokoldur. Protokol yəni o giriş vasitəsidir. Testdə də deyirik kompüterlə bir-birilə ünsiyyət dili ya da əlaqə vasitəsidir. Deməli, bu şəbəkələrin ünsiyyət dili, işləmə qaydası eynidirsə, bridge qoyuram ortaya, fərqlidirsə, router qoyuram. Bəs gateway harda istifadə olunur? Gateway də buradadır. Mən internetə qoşulmaq istəyirəm. Mənə lazımdır modem. Modemi gətirirəm. Bu modemin xətti, bu modemin aparatı. Modemdən çıxan interneti birləşdirirəm gateway-ə. Gateway. Gateway elə bir daha lore dildə desəm, modemin xəttlərini çoxaldır. Məsələn, 10 mərtəbəli bir binanız var, belə düşünün. Hər mərtəbəyə internet paylamaq istəyirsiniz. Hər mərtəbəyə ayrı-ayrı internet xətti çəkəcəyinizə bir dənə sürətli internet xətti alırıq. Sonra bu xətti paylayırıq. Biri birinci mərtəbəyə, biri ikinci mərtəbəyə, biri üçüncü mərtəbəyə. Elə bir xətti çoxaldır. Onda avtomatik gateway burada nə iş görür desəz, modemlə gələn qlobal şəbəkədir. Yəni internetdir. Wide Area Network. Burada gördüyümüz şin, ulduz, halqa bu lokal şəbəkədir. Gateway əslində nə edir? İki müxtəlif şəbəkəni birləşdirir. Lokalı qlobala birləşdirir. Lokalın təbii ki, protokolu fərqli olur. Qlobalda protokol fərqli olur. Ona görə də deyirik ki, bu müxtəlif protokollu şəbəkələri birləşdirir. Şəbəkə. Fikir verin, uşaqlar bunu daha çox routerlə qarışdırır. Routerdə də müxtəlif protokol anlayışı var, amma router lokal şəbəkəni birləşdirir. Yəni şini ulduza birləşdirir. Müxtəlif protokollu şəbəkəni birləşdirir. Amma gateway iki müxtəlif protokollu şəbəkələri birləşdirir. Yəni burada topologiya anlayışı yoxdur. Amma routerdə bir topologiya anlayışı var. Yəni şin, ulduz, halqa bunların arasında əlaqədir. Gateway amma bir şəbəkəni başqa bir şəbəkəyə qoşur. Və bunun da tərifi bu. Bu da oldu lokalın
13 dənə əlavə avadanlığı. Təkrar getsək, segment parçadır, repeater olar birləşdirəndir, terminator xəttin sonunu qapadandır, UPS power bankdır, əlavə enerji verir, koaksialın iki növü var idi. Naziklə birləşdirirəmsə konnektordur, qalınla birləşdirirəmsə transverdir. Hub passiv ulduzda mərkəzdə dayanandır. Host aktiv işli stansiyadır, yəni TCP IP-dən istifadə edən. TCP IP-dən istifadə edirsə, yəni internetdədir, onlayndır. Modem telefon xətti ilə internetə birləşdirən qurğudur. Switch kommunikator keçirtmə qurğusudur. İki növ var, bridge router. İkisi də fərqli topologiyalar arasındadır. Məsələn, şin halqa, şin ulduz. Əgər bu topologiyaların protokolu eynidirsə, bridge qoşuram. Protokolları fərqlidirsə, router qoşuram. Şunuz dediyimiz gateway-də iki müxtəlif protokollu şəbəkəni birləşdirir. Lokalı, regionala, qlobala burada istifadə olunur. Bu da oldu bizim 13 dənə əlavə avadanlıqlarımız. Yəni, burada qeyd olunanlar. Ən çox tərif kimi əzbərləyəcəyiniz hissə buradır. Bu da getdi. Sonra gəlirik gənclər dəstə ən sonuncu OC modelinə. OC modeli nədir? Açıq sistemlərin qarışıqlı əlaqə modeli. Uşaqlar, desə OC nə üçün istifadə olunur? Burada yazmışam mı bilmirəm. OC tətbiqi səviyyələr arasındakı əlaqədir. Səviyyə. Yəni tətbiqi ya da proseslər yazım onu. Prosesləri əlaqələndirir. Prosesləri. Bunu niyə vurğulayıram? 2020-də ya da 21-də DİMİN sınavında belə bir sual verilmişdi ki, OC nə üçün istifadə olunub? Variantı yazıb ki, OC müxtəlif səviyyəni birləşdirir. OC-ni də oxuyanda uşaqlar görür ki, burada 7 dənə səviyyə var. Deyir, OC müxtəlif səviyyəni birləşdirir. OC tətbiqi proses arasında əlaqədir. Eyni məlumatları əlaqələndirir. Bax, belə lori şəkildə deyim. OC nədir? Məsələn, mən kompüterdə ya da telefonda salam sözü yazıram. Sizə göndərdim o salam sözünü. Mən salam yazıramsa, siz də o salam sözünü oxuyursunuz. Ya da siz nə yazırsınızsa, mən eyni şey görürəm WhatsApp-da. Fərqli şey görmürəm. Yəni, tətbiqi proses dediyimiz budur. Eyni şeyi görürük. Sadəcə bu salam sözü məndən çıxıb sizə gedənə qədər o milli saniyənin içərisində onun o salam hərflərə ayrılır, bitlərə ayrılır, parçalanır, birləşir. Bax, bu müxtəlif proseslərdən keçib gedir. Elə bir ki, belə düşünün də. Məsələn, bir su düşünün. Su, məsələn, işlətdiyimiz su, bizim su. Biz suyu, məsələn, əlimizi yuduq, tökdük yerə, belə düşünün. Bu torpağın elə bir içinə qarışır, süzülür, gedir. Torpağın bir dərin qatlarını, mən tam olaraq coğrafiyada o hissəsini bilmirəm. Təzədən təmizlənir sanki. Sonra yerdən artizan şəklində bir suyu vuruq, təmiz su kimi çıxarır. Mənim əlimi yuduğum su da təmiz sudur. Yerdən çıxan da təmiz sudur. Amma o yerə tökülüb, o yerin dərinliklərinə gedənə qədər o müxtəlif emal prosesindən keçir, süzülür eləyir. Elə bir lor dildə belə izah edir. Proses budur. Dolayısıyla o müxtəlif səviyyələrdən keçib gedir. Təhlükəsizliyə görə. Nə deyirik? OC nədir desə? Açıq sistemlərin qarşılıqlı əlaqə modeli. OC neçə səviyyəsi var? 7 səviyyəsi. Burada yuxarıdan aşağı düzülüb. Ən yuxarı səviyyə tətbiqi səviyyədir. Ən aşağı səviyyə fiziki səviyyədir. Yəni bir ən aşağı deməkdir. İstir yuxarıdan aşağı, istir aşağıdan yuxarı mütləq əzbər bilməsiniz ardıcıllığı. Ardıcıllığı. Yəni testdə desə birinci səviyyə nədir? Fiziki. İkinci səviyyə nədir? Kanal. Üçüncü səviyyə nədir? Şəbəkə. Dördüncü səviyyə nədir? Nəqliyyat. 5 nədir? Seans. 6 nədir? Nümayiş. 7 nədir? Semantika. Yəni tətbiqi səviyyə. Nümayişə sintaksis deyirik, sintaksis. Tətbiqiyə də semantika deyirik. İngiliscə oxuyanlar varsa bu dərslər deyəsən bəzi uşaqlar bayaq yazmışdı, keçmişik. Application deyirik buna, tətbiqiyə. Və bu 7 səviyyə. Testdə nə deyir? İlk 4 səviyyəni sayır, nə bilim, ən yuxarı səviyyədir, 5-ci səviyyədir. Belə nömrə ilə soruşa bilir. Bir də bunun tərifləri kitabda uzun idi, bu 7 səviyyənin. Qısaca bir sözlə yazmışam ki, bu sözlə tuta bilərsiniz. Testdə desə.
Bax testdə desə ki, bitlər ardıcıllığı, bit sözü görsən bil ki, o fiziki səviyyədir, başlanğıc. Kadrlarda, yəni freymlərdə ya da kanalda deyir. Zaten özün adı kanaldır. Qruplaşdırma deyirsə bu kanal səviyyəsidir. Paket sözü gördün, heç arxa tərəfi bilməsən də olar. Bunu formal olaraq yazmışam. Bu şəbəkə səviyyəsidir. Ötürmə sözü gördün, ötürmə. Bu nəqliyyatdır. Əgər ötürməni idarə eləyir sözü görsən, o seansdır. Ya iki təkbir proses arasında əlaqənin idarə olunması yazır, ya da ötürmənin idarə olunması yazır. Deməli, ötürməni təmin eləyən nəqliyyatdır, ötürməni idarə eləyən seansdır. Sintaksis nümayiş, semantikada tətbiqi. Bu sözlərdən tapa bilərsiniz. Protokol hissələrini növbət dərsdə keçəcəyik, onsuz da protokollar nədir deyə. Gateway bayaq danışdığım o şülüzdür, routerdə dedim. Bu qalan hissələr protokollar növbəti dərsində, yəni tərifləri. Bir də ən son olaraq bu cədvəl, bunun da xüsusilə bax bu ikisini də bilsəz kifayət eləyər. Ethernet şin topologiyasında istifadə olunur. Ethernetdə də şində də demişdik kabel nədir? Koaksial. Token ring, ring halqa deməkdir.